Sumqayıtın Qurd Dərəsi bağları ərazisində təhlükəli vəziyyət yarandığı iddia olunur. Redaksiyamıza müraciət edən sakinlərin sözlərinə görə 4-cü dayanacaq yaxınlığında yerləşən boş sahəyə müxtəlif məişət və tikinti tullantıları gətirilərək atılır. Daha sonra isə həmin tullantılar yandırılır. Sakinlər bildirirlər ki, ərazidən elektrik xətləri və qaz borusu keçir. Onların fikrincə, tullantıların yandırılması ciddi təhlükə yarada və arzuolunmaz hadisələrə səbəb ola bilər. Müraciətdə o da qeyd olunur ki, boş sahənin ətrafı yaşayış evləri ilə əhatə olunub. Bu səbəbdən sakinlər həm ətraf mühitin çirklənməsindən, həm də mümkün yanğın və ya partlayış riskindən narahat olduqlarını bildirirlər. Vətəndaşlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, tullantıların təmizlənməsini və bu halların qarşısının alınması üçün tədbirlər görülməsini xahiş edirlər. Qeyd edək ki, səsləndirilən məlumatlar redaksiyamıza daxil olan sakin müraciətinə əsaslanır. Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini də işıqlandırmağa hazırıq. Hörmətli izləyicilər, Sumqayıtla bağlı xəbərlərdən məlumatlı olmaq üçün YouTube kanalımıza abunə olun. Bizi Instagram, Facebook və TikTok səhifələrimizdə də izləməyi unutmayın.